Bir izləyicimiz gözəl bir sual verib, savab nədir? Mən ona cavab yazmışdım. İstəyirəm elə olduğu kimi də oxuyum sizə. Savab əslində bəşəriyyət və gələcək üçün faydalı informasiya və işlək mexanizm qoymaqdır. Yəni bir insan həyatı boyu milyonlar qazana bilər, müştərilər əldə edə bilər, hansısa investisiyalar qoya bilər. Onların hamısını qoyub gedəcək. Onlardan kimlərsə faydalanacaq və yaxud da ki, faydalanmayacaq, bu məsələnin ikinci tərəfidir. Amma qoyacağı ən faydalı şey informasiyadır, bilgidir. Kainatın özündə hər bir şey, bütün yaradılış bir şeyin üzərində qurulub. Yəni, tək hüceyrəli canlılardan tutmuş, bitkiləri, heyvanları, hamısı bir məqsədə xidmət edir. Genini davam elətdirsin, informasiyasını digər nəsillərə ötürsün və o təkamülü keçsin. Ətraf aləmə sübut eləsin ki, mən güclüyəm, mənim genim güclüdür. Yəni, sübut eləməyə çalışır ki, mən filan təcrübələri toplamışam, filan informasiyaları yığmışam və gələcək nəsil bu təcrübə və informasiya ilə sağ qala biləcək. İncilin ayəsində necə deyir? Başlanğıcda söz var idi, söz Tanrıda idi və söz Tanrı idi. Yəni, bütün yaradılışın ilki informasiyadır, lahiyyədir. Bir şeyi yaratmadan əvvəl, bir şeyi ortaya qoymadan qabaq, istehsal etmədən qabaq, onun layihəsi cızılır, informasiyası hazırlanır. Bugün müasir dünyamızda da informasiya texnologiyaları mühüm yer tutur. Məsəl üçün deyirik, həyatımızın bir parçasına çevrilib. Bugünkü informasiya texnologiyaları həyatımızın tamını əhatə edib, bütününü təşkil edir. Bir anlıq təsəvvür edin ki, bütün bu texnologiyalar birdən-birə əlimizdən çıxır. Yəni, dünyada bir xaos yaşanar. Hər bir şey dayanar. Deyə bilərsiniz ki, əvvəlki insanlar bunlarsız da yaşayırlar. Əlbəttə yaşayırlar. Amma bir şeyi əldə etməkdən ötürü böyük məsafələr qət edirdilər, zaman xərclənirdi, enerji xərclənirdi. Amma bu günləri heç əlini belə bir şeyə toxundurmadan, sadəcə bir söz deməklə artıq böyük bir proses başlamış olur. Bu günləri süni intellekt artıq bir çox peşələri aradan çıxardır və bu şeylərə hazır olmaq lazımdır. Kim ki, yeni informasiya texnologiyalarla işləyə bilmir, bu alətlərdən öz sahələrində istifadə eləyə bilmir, uzacaqlar. Yenə də gəlir məsələ çıxır informasiyaya. İnformatika texnologiyaları da belədir. İstər sağlamlıqla bağlı olsun, istər biznes işlərlə bağlı olsun, ümumiyyətlə həyatın bütün sahələrini əhatə edən bilgiləri yer alır informatikada və gələcəkdə informatikadan məşğul olmayan, bu bilgiləri əldə eləməyən əlbəttə ki, yenə də çətinlik çəkəcək. Çünki təbiətin qanunlarını bilmək lazımdır, texnikaları bilmək lazımdır və təbiət yönümlü dünya görüşü əldə eləmək lazımdır ki, sən artıq digərlərindən bir addım qabaqda olasan. Necə deyərlər, əgər məlumatlısansa, deməli silahlanmısan. Ona görə də hər birinizə bu cür informasiyaları, bu cür bilgiləri əldə etməyi arzulayıram. Və hər qarşınıza çıxanı da əşki boş şeydir, ay nə bilim, uydurmadır, xurafatdır və s. və l. Vaxtı ilə kibernetikada saxta elm hesab olunurdu. Əsasən də keçmiş SSR məkanında. Yəni, bu şeyləri araşdırıb özünüz baxa bilərsiniz. Bu kimi bilgiləri əldə eləməkdən ötürü bizim ilk növbədə can sağlığı paketimizi əldə edin. Çünki orada informatik texnologiyalar yer alır. Bizim təqdim edəcəyimiz bilgilərin əlifbasıdır. Yəni, siz o əlifbanı əldə etmədən digər şeylərə baxmağınız yanlış olar. Götürün, şahid olun. Ondan sonra webinarlarımız və ən sonunda təlimlərimiz. Tamam pul xərcləmək istəmirsinizsə, YouTube kanalımızdakı videolarla kifayətlənin. Onlar belə yetərlidir. Sağ olun, salamat qalın.